Salam, Çınar TV-nin efirindən hər kəs salamlayırıq. Dəyərli izləyicilər, biz bu günləri Şəmkir rayonunun Seyfəli kəndində yenə gəlmişik xeyrə işinə, yardıma gəlmişik. Biz dəfələrlə bu ailəyə gəlmişik yardıma, qrupun köməyi ilə və bu günləri yenə də gəlmişik. Və sizdən çox xahiş edirəm, bizi Facebookda, Instagramda, YouTube'da və TikTok kanalımıza baxa bilərsiniz. Bizim kanala abunə olun, bəyənin, paylaşın. Dəyərli izləyicilər, və çox vaxt itirmədən yardımı isə gətirmişik, çatdıraq həmən ailəyə. Sağ olun. Deməli, söz verdiyimiz kimi gəldi. Uşaqlar evdədir? 30 metrdən böyüyüm. Nətərdilər? Buyurun. Sağ olun. Allah göndərən canı sağ eləsin. Allah sizə var eləsin. Sağ olun, Allah kömək olsun. Nətərsiniz? Yaxşısınız? Başqa nə şikayətiniz var? Hələ ki, deməli, yaşayışla bağlı sizdə çətin durum. İnşallah yaxşı olar. Və dəyərli izləyicilər, biz bazardığımız qədər yardımı çatdırırıq Çınar TV komandası olaraq. Və buradan xahiş edirəm, operatordan xahiş edirəm, biz qabağa gəlsin. Və buradan xahiş edirəm ki, bu ailə çox çətin durumda yaşayır. 4 dənə uşaq var, yaşayış durumları çox çətindir. Sosial yardım almışdılar, almırlar. Və hər kəsdən xahiş edirəm ki, Şəmkir rayonunun Seyfəli kəndi, bura nə tərəf gedir? Arpa tərəf gedir bura. Kimin nə imkanı var, dəyərli izləyicilər, bu ailəyə yardım göstərsin. Yəni Allaha da xoş gedər. Yəni biz bazardığımız qədər eləyirik. Canı sağ eləsin. Sağ olun. Bunlar yollayan canı sağ eləsin. Siz də sağ eləsin. Allah canınızı Allah var eləsin. Nətərsiz? Yaxşısan? Bəs yaxına keçərəm. Adın nədir sən? Adınız? Yusuf. Bəs yaxına keçərəm deyəm. Yusufdur. Ay maşallah, nə gözəl adı var. Nətərsən? Yaxşı. Baxsan bizə kanala. Şuluq eləmirsən? Getsən məktəbə? Ay halal. Neçə getsən məktəbə? 5 yaşım. 5 yaşlara getsən? Ay malades, əla. Sənə bir dənə kitab verəcəm belə, kakras. O kitabı Kərəm maşında da avtomobildə. Onu gətirib verək. 5 yaşlara gedir. Oxuyarsan, yaxşı? Dəyərli izləyicilər, axırda da bir kitab qalır. Bir dənə də yenə burada paltar var. Buyurun, onu göstərərsiniz bazı. Bax, kitab sənindir, bax, oxuyarsan. Ya, kərimiz qabağa edəmin orada. Bax, oxuyarsan kitabı, yaxşı. Qəşəng oxuyarsan, nə olursan böyüyəndə? Böyüyəndə nə olursan inşallah? Ay, halaldır, malades. Qəşəng oxuyarsan, mamanın sözünə bax, yaxşı, ona aid. Bax, bu da sizindir, bax. Sağ olun, gedək. Sağ olun. Ay, sağ ol. Özdə yaxşı bax. Gəlsənə sağ olaşaq. Və tıqqılı kişidir. Ay, maşallah sağ olasın. Allah köməyini sana qalır. Başqa nəsə sözünüz varsa, Azərbaycan xalqı bizi izləyir, çatdıra bilərsiniz. Mən də rahmetli istəyirəm ki, mənim evim eşimə kömək eləsin. Yoldaşım Allah güclədən o da o 5-10 manatla tələ gedir ən sonra Moskvaya. O da orada çatdıramır. Qaynım zadım mənim daşım, torpağım qaynım köməkli edir, baldızım köməkli edir. Mənim güclədən yoldaşım da edir. Allah kömək olsun. Sizdən arzum odur ki, mənim evim eşimə köməkli edin. 4 dənə şuna baxamıram, biri potkada ölüb. Allah rəhmət eləsin. İmkanım yoxdur. Mən də qonşularla getdim elə orada da işləyirəm. 5-10 manat uşağıma çalışıram. Sağ olun. Deməli, dərz edirlər. Ailənin yaşayış durumu göz qabağında. Xahiş edirəm ki, kimdən nə imkanı var, bu ailə dəstək olsun. İnşallah ünvan da burada, yəni Seyfəli kəndidir, Şəmkir rayonu Seyfəli kəndi. Əlaqə nömrəsini yerləşdirək də, yardımcı əlaqə nömrəsini yerləşdirərik. Kimdən də dəstək eləmək istəyirsə, gəlib öz köməyini göstərə bilər. Bugünlük bu qədər. Biz izləməyə davam edin. Yardımlarımız davam edir. Çınar TV kanalına abunə olun. Sağ olun. Sağ ol.